Getdik. Salam, hər vaxtınız xeyir olsun xanımlar. Necəsiz? İnşallah hər kəs yaxşıdır. Vlog çəkmək üçün darıxmışdım. Uzun müddətdir ki, vlog çəkmirəm. Qısa videolar paylaşıram kanalın dayanmaması üçün. Bu günləri Salihin Məzun albomunun çəkilişi var. İstədim xatirə olaraq kanalımda qalsın. Salihin də belə bir videosu var. Daha doğrusu o vlogu, yəni şəxsi etmişəm, amma sizinlə bölüşmüşdüm. İstədim Salihin də elə bir yəni çəkilişi xatirə olaraq kanalımda qalsın. Öncə işə getdim, sonra birbaşa parka getdik. Yəni park işə yaxın bir yerdədir. Ona görə də birbaşa işdən çıxıb parka getdik. Çəkilişi parkda eləyirik. Çünki rayonumuzda əlverişli olan məkanlardan biri də parkdır. Həm yaşıllığına görə, mənzərəsinə görə. Belə yollandıq. Əslində marşrutla gəlmək istədik, yollar bağlı idi. Gölün gününə baxaq. Beləcə Bir dənə valideynləri axtarırıq. Biz bir balaca gecikmişik. Artıq bir neçə uşağın çəkilişi olub. Mən işdən birbaşa bura gəldiyim üçün bir balaca gecikmişəm. Sadəcə bir dənə vaxt aparan geyimləri dəyişmək. Çünki parkda yəni geyimləri dəyişmək üçün elə bir məkan yoxdur. Ona görə biraz vaxt çəkirdi. Vaxtın necə sürətlə keçdiyini bu günləri parkda şahid oldum. Valihi çəkilişi olanda Salih çox balaca idi. Özü də necə həvəslənirdi onların Nitka çəkilişin, yəni kənardan izləyirdi, həvəslənirdi ki, hə mən də belə olaram, elə olaram. Bu günləri artıq 4 il keçdiyinin şahidiyəm ki, yəni vaxt necə belə sürətlə keçdi, uşaqlar böyüyür, vaxt çox tez keçir. Boş eyləsin. Çəkim sizdə. Onu hara qaçdın? Acabi. En ucuz aparat aparamaya başladı. O bir elinden de askıya satıyor. Her duruşuna bak öyle. Parmağını sakın bu ele bir şey. Ele bak ele. Bugün parkımızda çoxlu məzun çəkilişləri var. Yəni rastımıza çıxır bayaqda nə qədər siniflər çəkiliş üçün gəlib. Bizim uşaqlar da artıq yorulublar. Həm acdılar, həm geyinib soyunmaqdan bir təhər olublar.
Çok öyle tüm yürekler arkadaşlar. Güney. O sarıştasın. Ayağı sağda standart durun. O normal. Tasarımlar. Herhalde. Tohumu. Gel bence. Ne oluyor söyle? Ne boş? Sorry, ne demek işte?
Üstə tut, üstə Salih, çiyninə qaldı. Gel, gel. Və beləcə bitirdik, çəkilişləri də bitdi. Hələ yarısı çəkilişlərimizin məktəbdə olasıdır. Müəllimlə olan çəkilişlərimiz durur. Evə yollanırıq, uşaqlar bol-bol əyləndilər, tərlədilər. Məncə doyublar, artıq qayıdırıq. Hələ baxmayaraq ki, yəni nə maşın işləyirdi, bir çox yəni minik vasitələri işləmirdi. Amma yenə də uşaqlar özlərini yormaq bacardı. Yerləncək olsun, sürüşkən olsun. Park böyükdür. Parkın bir hissəsi əyləncə üçün nəzərdə tutulub, digər hissəsi də belə çox sakitlikdir. Yəni quşların səsi, təbiəti, yəni parkın bu hissəsindən hiss etmək çox qəşəngdir. Burada fəvvarələr də var, indi açmayıblar. Amma fəvvarələr vuranda çox qəşəng görsənir. İndi Heydər Əliyev parkıdır, amma biz uşaq olanda, yəni qulağımız ancaq parkı Abidə bilmişik, Abidə. Parkı mənim musiqi məktəbim parka yaxın idi, çox maraqla yəni baxırdıq pəncərədən ki, fəvvarələr, həmişə də fəvvarələr vururdular, bizə çox maraqlı gəlirdi. Elə ağlımızda da Abidə qalıb bura, burada ana heykəli də var idi. İndi o ana heykəlini buradan götürüblər. Artıq bura Heydər Əliyev parkıdır. Vlogumu burada bitirirəm. Davamlı olaraq vlog çəkəcəm, yəni sizə söz vermirəm. Belə yadda qalan hadisələri, videoları inşallah yəni kanalımda paylaşmaq fikrim var. Çünki uşaqların xatirələridir sanki yığıram bu kanala. Ancaq bu halda vloqları davam etdirə bilərəm. Allaha əmanət olun. İzlədiyiniz üçün çox sağ olun.